Hörmətli müştərilər, sabahınız xeyir olsun. Bu günlər sizə petlə haqqında öz fikirlərimi bölüşmək istəyirəm. Qapıda ən mühüm elementlərdən biri, hələ qapı kilitindən də mühüm petlə, yəni Azərbaycan dilində əncamədir. Əncamə çox mühüm rol oynayır qapının işləməyində və onun keyfiyyətində. Ona görə qərarı aldım ki, Mönteşə haqqında sizlə fikirlərimi bölüşüm. Mönteşənin modelləri fərqlidir. Əvvəllər gəlirdi, çıxan el arasında deyirdilər, Mönteşə, belə bir Mönteşə çox əncama, Mönteşə türklər deyir, Azərbaycanca əncamadır. Bunun sağ solu var idi, ustalar üçün biraz çətinlik yaradırdı. Ancaq qaldı ki, çıxmayan əncamələrdə sağ sol yoxdur. Universal duruşlar deyirlər buna. Yəni, həm sağa gedir, həm sola. Bu, çıxmayan əncama ilə çıxan əncama arasında fərq ondan ibarətdir ki, çıxan əncamada bir podşipnik var, ancaq burada 4 podşipnik var. Yük daşıma qabiliyyəti çıxmayan Mönteşələrin yük daşıma qabiliyyəti daha yüksəkdir. Bunlar da klasik var. Rənglərindən asılı olaraq hər rəngdə mövcud varımızdır. Axır zamanlarda bizim qapı ustalarımız kəpənək petlə deyilən bir petlə var. Ona da müraciət edirlər. Onların da modelləri, materialları çoxdur. Əgər materialları paslanmaz metaldandırsa, onların keyfiyyəti də elə yaxınlaşır o birisi çıxmayan əncamələrin keyfiyyətinə. Yük daşıma qabiliyyətləri bunların çox yaxşıdır. Ondan sonra bizim təzə modellərdən dünya qapı fabrikləri təzə gizli Mönteşə, yəni əncama deyilən bir əncamadan da başladılar dünya miqyasında çox istifadə eləməyə. Bunun da özünə məxsus bir modeldir. Səsi azdır, görsənmək qabiliyyəti həm içərdən, həm qapının çölündən görsənmir. Daha səliqəlidir, daha rahatdır. Ancaq keyfiyyət nöqteyi nəzərdən, yük daşıma nöqteyi nəzərdən o çıxmayan petlə qədər, bunu qədər önəmli, yəni güvənli deyil. Bu daha güvənlidir. Yenə də müştərilərdən müştəriyə fərq var.